Azərbaycanda 2019-cu ildən qüvvədə olan gəlir vergisi üzrə güzəşt müddəti 2026-cı il yanvarın 1-də başa çatacaq. Bu tarixdən etibarən qeyri-neft, qaz və özəl sektorda çalışanlar gəlirlərindən vergi ödəməyə başlayacaqlar. Bəs görəsən kimlər növbəti ildən gəlir vergisindən azad olunacaq, yaxud da kimlərə vergi güzəştləri tətbiq ediləcək? Referansız xəbər verir ki, məsələ ilə əlaqədar Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü millət vəkili Vüqar Bayramov Baku Usulun suallarını cavablandırıb. Deputat bildirib ki, mövcud 7 illik güzəşt dövrünün başa çatması ilə gəlir vergisinin mərhələli şəkildə tətbiqi nəzərdə tutulur. Güzəşt 7 illik müəyyənləşdirilmişdi və biz də Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin ilk iclasında təklif etdiyimiz məqamlardan biri yeni sistemə gəlir vergisinin tətbiqinə mərhələli keçidlə bağlı idi. Praktik olaraq son məlumatlar da göstərir ki, növbəti ildən etibarən mərhələli şəkildə gəlir vergisi tətbiq olunacaq. Nəzərə alsaq ki, orta aylıq əmək haqqı 1000 manatdır və növbəti ildən etibarən 2500 manata dək olan əmək haqqı 3% vergiyə cəlb olunacaq. Vüqar Bayramovun sözlərinə görə əsas məqsəd biznesin yeni vergi sisteminə tədricən uyğunlaşmasını təmin etməkdir. Burada məqsəd ondan ibarətdir ki, məhz biznes vergilərinin yenidən tətbiqinə hazır ola bilsin. Təbii ki, vergi yükü artanda adətən bir sıra biznes subyektləri daha çox gizli iqtisadiyyata üstünlük verə bilərlər. Bu zamanda nəzarətin güclənməsinə ehtiyac var. Hər halda 2026-cı ildə tətbiq edilən 3% vergi ödənişi olsa belə, rəqəm olaraq böyük rəqəm deyil. 2026-cı ildə özəl sektorun növbəti illərdə 5 və daha artıq faizə hazır olması çox vacibdir. Bu baxımdan məqsəd ondan ibarət olmalıdır ki, xüsusən də əmək bazarında mövcud leqallaşma prosesi davam etsin. Şirkətlər yenidən əmək müqavilələri bağlamamağa maraqlı olmasınlar. Əmək müqavilələrində məbləği az göstərməkdə maraqlı olmasınlar. Deputat əlavə edib ki, 2027-ci ildən etibarən gəlir vergisinin dərəcələrinin artması gözlənilir. Onun fikrincə məqsəd əmək bazarında leqallaşma prosesinin davamlılığını qorumaqdır. Nəzərə alsaq ki, 2500 manatdan yüksək əmək haqqı olan vətəndaşlarımızın sayı 2500 manata dək əmək haqqı alanların sayı ilə müqayisədə xeyli azdır. Ona görə də burada artıq rəqəmlərin aşağı göstərilməsi deyil, daha çox əmək müqavilələrinin bağlanmaması riski ola bilər. Təbii ki, nəzarətlə belə halları aradan qaldırmaq mümkündür. Xüsusən qeyd etmək lazımdır ki, 2026-cı ildə müəyyənləşdirilmiş məbləğ kiçik məbləğ olduğuna görə biznesin praktik olaraq buna adaptasiyası mümkün ola bilər. Sözsüz ki, biznes növbəti dövrlərdə də artan faizlərə hazır olmalıdır. Çünki 2027-ci ildən başlayaraq bu verginin miqdarı artacaq. Millət vəkili həmçinin qeyd edib ki, 2023-cü ilin 1 yanvarından şəhid ailələrinə vergi güzəştləri qüvvədədir və bu vergi məcəlləsinin 102.1 birinci maddəsi ilə tənzimlənir. Eyni zamanda gəlir vergisindən azad edilən digər vətəndaş qrupları da mövcuddur. Vergi güzəştləri ilə bağlı hər hansı dəyişiklik planlaşdırılmır, deputat vurğulayıb.